Salam əziz tələbələr, bugün biz sizinlə məntiqdən yaş məsələləri mövzusuna aid olan 15 sualın izahına baxacağıq. Başlayaq birinci sualımızdan. Birinci sualda bizə deyilir ki, atanın yaşı iki oğlun yaşlar fərqindən 5 dəfə çoxdur. 8 il sonra atanın yaşı uşaqlarının yaşlar fərqindən 6 dəfə çox olacaq. Atanın indi neçə yaşı var? Atanın yaşını x dəyişənlə əvəz eləyirəm. İki oğlun yaşlar fərqinə isə a minus b deyirəm. Və məsələdə bizə deyir ki, atanın yaşı iki oğlun yaşlar fərqindən 5 dəfə çoxdur. Yəni x bərabərdir, a çıxılsın b-ni vuracam 5-ə. Buradan x dəyişəni bərabər olacaq 5a çıxılsın 5b-yə. Mötərizənin içərisində olan ifadəni 5-ə vurduq və mötərizəni açdıq. Daha sonra bizə deyir ki, 8 il sonra atanın yaşı uşaqlarının yaşlar fərqindən 6 dəfə çox olacaq. 8 il keçəndən sonra atanın yaşı 8 vahid artacaq. Yəni, hal-hazırda atanın yaşı x idisə, 8 il sonra atanın yaşı x plus 8 olacaq. Amma uşaqlarının yaşlar fərqi isə dəyişməyəcək. Yəni, hal-hazırda oğlanlarının yaşlar fərqi a minus b idisə, 8 il keçsə də, 10 il keçsə də, bu yaş fərqi elə a minus b olaraq qalacaq. Və bizə deyir ki, oğlanlarının yaşlar fərqindən 6 dəfə çoxdur. Deməli, a minus b-ni vuracaq 6-ya. Mötərizəni vurub atsaq, a minus b-nin hər birini, yəni a-nı da 6-ya vururuq, b-ni də. Eləyəcək 6a çıxılsın 6b. 8-i bərabərliyin sağ tərəfinə keçirəm. X dəyişəni bərabər olacaq 6a minus 6b çıxılsın 8-ə. Məsələyə fikir versəniz, biz bu məsələdə iki ifadə aldıq. Birincisi tapdıq ki, atanın yaşı 5a çıxılsın 5b-yə bərabərdir. İkinci cümlədən tapdığı isə atanın yaşı 6a çıxılsın 6b çıxılsın 8-ə bərabərdir. Gəlin əvəz etmə üsulundan istifadə edək. Yəni, buradakı x dəyişəninin qiymətini 5a çıxılsın 5b-ni ikinci ifadədə yerinə yazaq. İkinci ifadədəki x-i silirəm. X-in yerinə 5a çıxılsın 5b yazıram. Bərabərdir. 6a çıxılsın 6b çıxılsın 8 də yerində qalacaq. 8-i bərabərliyin sol tərəfinə keçirəm. Olacaq müsbət 8. 6a yerində qalacaq. 5a müsbətdir. Bərabərliyin sağ tərəfinə keçirəndə olacaq mənfi. 6b də yerində qalacaq. 5b-ni bərabərliyin sağ tərəfinə keçirəndə olacaq müsbət. 8 bərabərdir. 6a-dan 5a-nı çıxdıq. Elədi müsbət 1a. Mənfi 6b-nin üzərinə müsbət 5b-ni gəldi. Elədi mənfi b. Deməli, a çıxılsın b 8-ə bərabərdir. Hal-hazırda iki oğlun yaşlar fərqi 8 elədi. Məsələdə bizdən atanın indi neçə yaşı olduğunu soruşur. Biz də bilirik ki, ata iki oğlun yaşlar fərqindən 5 dəfə çoxdur. Tapdığımız 8-i vuracağıq 5-ə. Deməli, hal-hazırda atanın yaşı 40-dır. Doğru cavab eləyir C variantı. Daha sonra keçək ikinci sualımıza. İkinci sualda bizə deyilir ki, Babəyin yaşı Cavidin yaşının 3 mislidir. 10 il sonra Babəyin yaşı Cavidin yaşının 2 misli olacaq. Cavidin indi neçə yaşı var? Gəlin Cavidə x deyək. Babəyin yaşı Cavidin yaşının 3 mislidir. 3 misil dediyinə görə x-i vururuq 3-ə. 10 il sonra Babəkdə 10 yaş böyüyəcək, Cavid də. Yəni, Babəyin yaşı olacaq 3x plus 10. Cavidin yaşı olacaq x plus 10. Və bizə deyir ki, Babəyin yaşı Cavidin yaşının 2 misli olacaq. Onda 3x plus 10-u olduğu kimi saxlayıram. Cavidin yaşını isə x plus 10-u 2-yə vururam. Sol tərəf olduğu kimi qalsın. 3x plus 10-u saxlayıram və mötərizənin daxilindəki ifadəni 2-yə vurub açıram. Eləyəcək 2x plus 20. Dəyişənləri bir tərəfə yığıram. 3x minus 2x bərabərdir. Ədədləri də bərabərliyin sağ tərəfinə keçirirəm. 20 çıxılsın 10. Deməli, tapırıq ki, 1x bərabərdir 10-a. Biz Cavidin yaşını x dəyişəni ilə əvəz etmişdik. Deməli, Cavidin yaşı oldu 10. Bizdən Cavidin indi neçə yaşı var? Cavidin yaşını tapdıq 10. Babəyin yaşını soruşsaydı, onu vurardıq 3-ə, Babəyin yaşı eləyərdi 30. Doğru cavab eləyir A variantı. Daha sonra keçirik 3-cü sualımıza. 3-cü sualda deyilir ki, ana qızından 30 yaş böyükdür.
4 il sonra o qızından 3 dəfə böyük olacaq. Qızın neçə yaşı var? Qıza gəlin deyək X. Ana qızından 30 yaş böyük olduğuna görə ananın yaşı olacaq X plus 30. 4 il sonra o qızından 3 dəfə böyük olacaq. 4 il keçəndən sonra anada 4 yaş böyüyəcək. Yəni X plus 30'un üzərinə 4 gəlirik. Qız da 4 yaş böyüyəcək. Qızın hal-hazırda X yaşı varsa 4 il sonra X plus 4 yaşı olacaq. Gəlin bu ifadəni sadələşdirək. Ananın yaşı 4 il sonra X plus 34 olacaq. Qızın yaşı isə 4 il sonra X plus 4 olacaq. Və bizə deyir ki, 4 il sonra ana qızından 3 dəfə böyük olacaq. X plus 34 bərabərdir. X plus 4'ü mötərizəyə alıb 3'ə vururam. Mötərizəni vurub açırıq 3'ə. X plus 34 yerində qalır. 3x plus 12. Dəyişənləri bir tərəfə yığıram. Ədədləri bir tərəfə. 3x-dan 1x-i çıxıram. Eləyir 2x. 12 müsbətdir. 34'ün yanına keçirəndə olur mənfi. Yəni 34'dan 12'ni çıxıram. Eləyəcək 22. Hər tərəfi 2'yə bölsək, x dəyişəninin qiyməti 11'ə bərabər olacaq. Qızın neçə yaşı var? Biz də qızı x dəyişəni ilə əvəz etmişdik. Cavab eləyəcək 11, yəni B variantı. Amma bizdən ananın yaşını soruşsaydı, məsələdə bizə deyirdi ki, ana qızından 30 yaş böyükdür. 11'in üzərinə 30'u gələrdik. Ananın yaşı olardı 41. Daha sonra baxırıq 4-cü sualımıza. 4-cü sualda bizə deyilir ki, ata ilə qızının yaşlar cəmi 60'dır. Atanın yaşını qızının yaşına böldükdə qismətdə 4, qalıqda 5 alınır. Qızın neçə yaşı var? Atanın yaşını A hərfi ilə əvəz eləyək, qızın yaşını isə Q hərfi ilə əvəz eləyək. Fərqi yoxdur, istəsəniz X, Y ilə də əvəz eləyə bilərsiniz. Bərabərdir 60'a. Daha sonra bizə deyir ki, atanın yaşını, yəni A-nı, qızının yaşına, yəni Q-ya böldükdə bərabərdir 4'ə. Qalıqda isə 5 alınır. Fikir verin, bölünən, bölən, qismət. Bölünəni tapanda natamam qismətimiz 4'dür, qalığımız 5'dir. Bölünəni tapanda A dəyişəni bərabərdir. 4'ü vururuq bölənə, yəni Q-ya, qızının yaşına, üzərinə 5'i gəlirəm. Tapdığımız bu A dəyişənini yuxarıda əvəz eləyirəm. Yəni yuxarıdakı A-nı silirəm. Yerinə 4 vurulsun Q, üzərinə gəlsin 5 yazıram. Plus qızının yaşı da olduğu kimi qalır. Bərabərdir 60'a. Sadələşdirək. 4 Q-nın üzərinə 1 Q gəlirəm, eləyir 5 Q. 5'i də keçirəm 60'ın yanına, eləyəcək 60 çıxılsın 5, yəni 55. Qızının yaşı eləyir 11. Bizdən qızın yaşını soruşurdu, cavab eləyir 11. C variantı. Əgər bizdən atanın yaşını soruşsaydı, biz bilirik ki, ata ilə qızının yaşlar cəmi 60'dır. 60'dan 11'i çıxardıq, eləyərdi 49. Yəni atanın yaşı olardı 49. Daha sonra baxırıq 5-ci sualımıza. Atanın yaşı 36, qızının 12 yaşı var. Neçə ildən sonra onların yaşlar cəmi, yaşlar fərqindən 3 dəfə çox olar. Yenə atanın yaşına deyək X, qızın yaşına deyək Y. Əslində əvəz eləməyə ehtiyac yoxdur, çünki biz burada atanın yaşında bilirik, qızın yaşında bilirik. Gəlin X ilə Y-i silək. Deyir ki, neçə ildən sonra? Aha, deməli biz ili bilmirik. Gəlin həmin bu ilə X deyək. Neçə il sonra onların yaşlar cəmi, yaşlar fərqindən 3 dəfə çox olacaq. X il sonra atanın yaşı 36 plus X olacaq. Yəni atanın X yaş artacaq. Həmçinin qızın yaşı da 12 plus X olacaq. X il artır. Onların yaşlar cəmi. Gəlin toplayaq. Yəni 36 plus X plus 12 plus X. Bunu sadələşdirək. 36'nın üstünə 12 gəlirəm, eləyir 48. X-ləri da toplayıram, eləyir 2x. Deməli, x il sonra yaşlar cəmi, ata ilə qızının yaşlar cəmi 48 plus 2x oldu. Yaşlar fərqini tapaq.
Neçə il keçirsə keçsin, fərqi yoxdur. İstər 10 il keçsin, istər 15 il keçsin, yaşlar fərqi dəyişmir. Yəni atanın 36, qızın 12 yaşı varsa, yaşlar fərqi deyəndə çıxırıq. 36-dan 12-ni çıxırıq. Deməli, hal-hazırda ata ilə qızın yaşlar fərqi 24-ə bərabərdir. Dediyim kimi 5 ildə keçsə, 10 ildə keçsə, bu yaşlar fərqi, yəni 24 dəyişməyəcək. Deməli, x plus 48 plus 2x bərabərdir. Yaşlar fərqindən 3 dəfə çoxdur. Yaşlar fərqi də 24 tapdıq. 24-ü vuracağıq 3-ə. Deməli, 48 plus 2x bərabərdir 72-yə. 2x-i saxlayıram. 72-dən 48-i çıxıram. Eləyir 24. 24-ü bölürük 2-yə. X bərabərdir 12-yə. Biz neçə ildən sonranı tapdıq? Yəni, sualın cavabını tapdıq. Cavab elədi 12. Gəlin yoxlayaq. 12 il keçəndən sonra atanın yaşı olacaq 36 plus 12. Yəni, atanın yaşı olacaq 48. 12 il sonra isə qızın yaşı olacaq 12 plus 12, yəni 24. Yaşlar fərqi 48-dən 24-ü çıxıram, eləyir 24. Yaşlar cəmi isə 48 plus 24, eləyir 72. Və bizə deyirdi ki, onların yaşlar cəmi, yaşlar fərqindən 3 dəfə çox olar. Bəli, fikir verin, 72-ni 24-ə bölsək 3 eləyir. Deməli, sualın cavabı 12-dir. 6-cı suala baxaq. İradənin 27 yaşı var. İradə Çinarənin yaşında olarkən Çinarənin 9 yaşı var idi. Çinarənin hazırda neçə yaşı var? Biz İradənin yaşını bilirik. 27 yaşı var. Amma Çinarənin yaşını bilmirik. Gəlin, verilənləri qeyd edək. İradənin 27 yaşı var. Çinarənin isə yaşını biz bilmirik. Çinarənin yaşını x dəyişəni ilə əvəz eləyək. İradə Çinarənin yaşında olarkən, Çinarənin x yaşı var idi. İndi 27-nin yanına yazıram x. Çünki bizə deyir ki, İradə Çinarənin yaşında olarkən. Çinarənin 9 yaşı var idi. Çinarənin də yanına yazıram 9. Uşaqlar, yadda saxlayın ki, İradə neçə yaş böyüyürsə böyüsün, Çinarə də həmin yaş böyüyəcək. Yəni, İradə 27 yaşından x yaşına keçəndə neçə il böyüdüyünü tapmaq istəyiriksə, 27-dən x-i çıxırıq. Bərabər olacaq. Həmçinin Çinarə də x çıxılsın 9 yaş böyüyəcək. Fikir verin, sol tərəfdən sağ tərəfi çıxdım. Mütləq, əgər İradənin neçə yaş böyüdüyünü və yaxud neçə yaş kiçildiyini tapmaq istəyiriksə, sol tərəfdən sağ tərəfi çıxan zaman Çinarədə də eyni qaydadan istifadə edirik. Yəni, sol tərəfdən sağ tərəfi çıxmalıyıq. İndi x dəyişənlərini bir tərəfə yığaq. X plus x, 9-u da keçirəm 27-nin yanına. Mənfidir, olacaq müsbət. Yəni, 27-nin üzərinə 9-u gəlirəm. 36 bərabərdir 2x-a, 36-nı 2-yə bölürəm. X bərabərdir 18-ə. Bizdən Çinarənin hazırda neçə yaşı var? Onu soruşur, cavab eləyir 18. Gəlin, uşaqlar, yoxlayaq. Baxaq görək sualın cavabını düzmü tapdıq? İradənin 27 yaşı var. Çinarənin yaşını tapdıq 18. Bizə deyir ki, İradə Çinarə yaşında olarkən, fikir verin, əgər İradənin 27 yaşı varsa, Çinarənin də 18 yaşı varsa və İradə 9 yaş kiçilsə, olacaq Çinarənin yaşında. Yəni, necə tapdım 9-u? 27-dən 18-i çıxdım, elədi 9. Deməli, söhbət 9 il əvvəldən gedirmiş. 27-dən çıxdım 9-u, elədi 18. Deməli, 9 il əvvəl İradə Çinarənin yaşındaymış. İndi 9 il əvvəli tapdımsa, eyni bu qaydanı Çinarənin yaşına da tətbiq eləyəcəm. 18-dən çıxıram 9-u. Və bizə deyirdi ki, İradə Çinarənin yaşında olarkən Çinarənin 9 yaşı var. Doğrudan da 18-dən 9-u çıxanda 9 eləyir. Deməli, düz tapmışıq. Cavab eləyir C variantı. Daha sonra 7-ci sualımıza baxaq. 7-ci sualda bizə deyir ki, Elnurun yaşı Cavidin yaşından 3 dəfə çoxdur. Onda Elnura deyək 3x, Cavid olsun x. 2 il sonra onların yaşlar cəmi 44 olacaq. 2 il sonra Elnurda 2 yaş böyüyəcək,
olacaq 3x plus 2. Caviddə 2 yaş böyüyəcək, olacaq x plus 2. Və yaşlar cəmi 44-dür. Hər ikisini cəmləyirəm, bərabər qoyuram 44-ə. 3x-in üstünə 1x-i gəlirəm, eləyir 4x. 2-nin üzərinə 2 gəlirəm, eləyir 4. 4x plus 4 bərabərdir 44. 44-dən 4-ü çıxıram, eləyir 40. 40-ı bölürəm 4-ə. Deməli, x dəyişənin qiyməti 10-a bərabərdir. Biz kimin yaşını tapdıq? Cavidin. Bizdən də sualda Cavidin yaşını soruşur. Cavab eləyir 10. Əgər Elnurun yaşını soruşsaydı, Cavidin yaşını 3-ə vurardıq. 10-u vurarıq 3-ə, eləyər 30. Daha sonra baxırıq 8-ci sualımıza. 8-ci sualda bizə deyir ki, babanın 76, nəvələrinin isə 5 və 7 yaşı var. Neçə ildən sonra babanın yaşı nəvələrinin yaşlar cəmindən 3 dəfə çox olar. Əvvəlki işlədiyimiz suallara oxşuyur uşaqlar. Neçə ildən sonra dediyinə görə biz həmin ili bilmirik. Ona görə həmin ilə deyirəm x il sonra. X il sonra babanın yaşı olur 76 plus x. Nəvələrinin yaşlar cəmi isə uşaqlar hal-hazırda 5 ilə 7-ni cəmləyirəm, eləyir 12. Amma x ildən sonra birinci nəvədə x yaş böyüyür, ikinci nəvədə x yaş böyüyür. Yəni x il sonra birinci nəvənin yaşı olur 5x, 5 plus x. İkinci nəvənin yaşı olur 7 plus x. Və məsələdə bizə deyir ki, babanın yaşı, yəni 76 plus x bərabərdir. Nəvələrinin yaşlar cəmindən. Bu ikisini cəmləyirəm. 5-in üstünə 7 gəlirəm 12 plus, x-in üstünə x gəlirəm, eləyir 2x. 3 dəfə çoxdur. Bərabərliyin sağını mötərizəyə alıb vururam 3-ə. 76 plus x yerində qalır. Sağ tərəfi 3-ə vurub açıram. 36 plus 6x. 76-dan 36-nı çıxıram, eləyir 40 bərabərdir. 6x-dan 1x-i çıxıram, eləyir 5x. 40-ı 5-ə bölürəm, x dəyişənin qiyməti eləyir 8. Deməli, cavab eləyəcək 8. Uşaqlar, gəlin cavabımızı yoxlayaq. 76-nın üzərinə 8-i gəlsəm, babanın yaşı 8 il sonra eləyəcək 84 yaş. Birinci nəvənin yaşı isə 5 plus 8 eləyəcək 13. İkinci nəvənin yaşı isə 7 plus 8 eləyəcək 15. Bizə deyir ki, babanın yaşı, yəni 84, nəvələrinin yaşlar cəmindən. Uşaqlar, toplayıram 13 ilə 15-i, eləyir 28. Deyir 3 dəfə çoxdur. Doğrudan da biz 84-ü 28-ə bölsək, eləyəcək 3. Daha sonra baxırıq 9-cu sualımıza. 9-cu sualda bizə deyir ki, Eldarın yaşı Sərxandan böyükdür. Onların yaşlar cəmi 24, yaşlar fərqi isə 14-dür. Sərxan Eldarın yaşında olanda Eldarın neçə yaşı olacaq? Gəlin, uşaqlar, əvvəlcə tənliyi quraq. Baxaq görək Eldarın hal-hazırda neçə yaşı var, Sərxanın hal-hazırda neçə yaşı var, indi neçə yaşı var. Daha sonra sualın cavabını tapaq. Məsələdə bizə deyir ki, onların yaşlar cəmi 24-dür. Yəni Eldar plus Sərxan bərabərdir 24-də. Yaşlar fərqi isə 14-dür. Fikir verin uşaqlar, bu müsbət 14-dür. Müsbət 14 olduğuna görə böyüyün yaşından kiçiyin yaşını çıxmaq lazımdır. Biz də bilirik ki, Eldar Sərxandan böyükdür. Ona görə yazırıq ki, Eldar minus Sərxan bərabərdir 14. Verilən 2 dənə tənliyi alt-alta toplayıram. Sərxanın yaşı islah gedir, çünki biri mənfidir, biri müsbət. Eləyir 2 vurulsun Eldar. Eldarın yaşı bərabərdir 24-ün üzərinə 14-ü gəlirik. Eləyir 38. Və hər tərəfi 2-yə bölürəm. Eldarın yaşı eləyir 19. Eldarın yaşı 19-dursa, 24-dən 19-u çıxıram. Deməli, Sərxanın yaşı 5-ə bərabərdir. Daha sonra uşaqlar bizə deyir ki, Sərxan Eldarın yaşında olanda, baxın, biz tapdıq ki, hal-hazırda Eldarın 19 yaşı var, Sərxanın isə 5 yaşı var. Məsələdə bizə deyir ki, Sərxan Eldarın yaşında olanda, Eldarın yaşı hal-hazırda 19-dur. Yəni 14 il keçir, 5-in üstünə 14-ü gəlirəm. Deməli, Sərxanın yaşı olur 19. Yəni, gəlib çatır Eldarın yaşına. Və Sərxan 14 yaş böyüdüyünə görə, 14 il keçib axı,
19'dan 5'i çıxdım. Bu zaman Eldar da 14 yaş böyüyəcək. Bizdən Eldarın yaşını soruşur. 19'un üzərinə 14'ü gəlirəm. Eləyəcək 33 yaş. Daha sonra baxırıq 10-cu sualımıza. Ata ilə oğlun yaşlar fərqi 27'dir. Atanın yaşı oğlun yaşının 5 dəfə çoxunun 5 əksiyidir. Atanın neçə yaşı var? Uşaqlar gəlin oğlun yaşına x deyək. Atanın yaşı isə oğlun yaşının 5 dəfə çoxundan 5 əksiyidir. Yəni x-i vururam 5'ə, əksik yəni az deməkdir. Çıxıram 5'i. Deməli atanın yaşı oldu 5x çıxılsın 5, oğlun yaşı oldu x. Və bizə deyir ki, yaşlar fərqi 27'dir. Bir-birindən çıxıram. 5x çıxılsın 5 olduğu kimi qalır. Bu atanın yaşıdır. Çıxılsın oğlun yaşı bərabərdir 27'yə. 5x-dan x-i çıxıram eləyir 4x. 5 mənfidir. 27'nin yanına keçirəndə olur müsbət. Yəni 27 plus 5. Buradan tapırıq ki 4x bərabərdir 32'yə. X da bərabərdir 8'ə. Tapdıq ki oğlun 8 yaşı var. Amma bizdən atanın yaşını soruşur. Aparıb burada x dəyişənin yerinə 8 yazırıq. Yəni 5'i vururuq 8'ə eləyir 40. 40'dan da 5'i çıxırıq. Deməli atanın yaşı eləyəcək 35. Daha sonra baxırıq 11-ci sualımıza. Atanın yaşı oğlun yaşından 3 dəfə çoxundan 10 əksiyidir. Aha, 10-cu sualla 11-ci sual oxşuyur. 17 il əvvəl o oğlundan 7 dəfə böyük idi. Oğlunun indi neçə yaşı var? Deməli, məsələdə bizə deyir ki, atanın yaşı oğlun yaşından 3 dəfə çoxundan 10 əksiyidir. Onda oğlun yaşına gəlin deyək x. Atanın yaşı isə olacaq 3 vurulsun x. Çünki bizə deyir 3 dəfə çox. 10 əksiyidir. Çıxılsın 10. 17 il əvvəl biz bilirik ki, atanın yaşı 17 yaş kiçiləcək. Həmçinin oğlun yaşı da 17 yaş kiçiləcək. Yəni, tapdığımız bu ifadələri minus 17 olacaq. Yəni, atanın yaşı 17 il əvvəl olacaq 3x minus 10 yerində qalacaq. Əlavə olaraq çıxılsın 17 yazacaq. Həmçinin oğlun yaşı da x minus 17 olacaq. Və bizə deyir ki, o oğlundan 7 dəfə böyükdür. Bərabərdir. X minus 17'ni mötərizəyə alıb vuracam 7'yə. Gəlin sadələşdirək. 3x çıxılsın. Mənfi 10 çıxılsın 17 eləyir mənfi 27. Mötərizəni 7'yə vurub açıram. Eləyir 7x çıxılsın 119. Daha sonra 7x-dan 3x'i çıxırıq. Eləyir 4x bərabərdir. 119'dan 27'ni çıxırıq. 4x bərabər olacaq 92'yə. 92'ni də 4'ə bölürük. X bərabərdir 23'ə. Biz dedik ki, oğlun yaşı x-a bərabərdir. X-i də tapdıq 23. Məsələdə bizdən oğlun yaşını soruşurdu. Cavab eləyir 23. Atanın yaşını da tapa bilərik. 3'ü vurarıq 23'ə. Eləyər 69. 69'dan 10'u çıxarıq. Eləyər 59. Daha sonra baxırıq 12-ci sualımıza. Ananın yaşı Bəhruzun yaşından 6 dəfə çoxdur. 2 il sonra onların yaşlar cəmi 32 olarsa, ananın indi neçə yaşı var? Bəhruzun yaşına deyək x, ananın yaşı da olsun 6x. Çünki məsələdə bizə deyir ki, ananın yaşı Bəhruzun yaşından 6 dəfə çoxdur. 2 il sonra anada 2 yaş artacaq. Olacaq 6x plus 2. Bəhruzda 2 yaş böyüyəcək. Olacaq x plus 2. Və onların yaşlar cəmi toplayıram. 32 olur. Sadələşdirək. 6x plus x eləyir 7x. 2'nin üzərinə 2 gəlirəm. Eləyir 4. Bərabərdir 32'yə. 4'ü bərabərliyin sağ tərəfinə keçirirəm. 32'dən 4'ü çıxıram. 7x bərabərdir 28'ə. X də bərabərdir 4'ə. Bizdən ananın yaşını soruşur. Biz Bəhruzun yaşını tapdıq 4. Aparıram 6x-da x-in yerinə 4 yazıram. Yəni 6'nı vururam 4'ə. Ananın yaşı eləyir 24.
Daha sonra 13-cü sualımıza baxırıq. Nicat qardaşı doğulanda 14 yaşındaydı. Qardaşı doğulduqdan neçə il sonra Nicatın yaşı qardaşının yaşının 2 mislinə 6 vahid az olar. Uşaqlar, biz bilirik ki, hər bir insan doğulanda, anadan olanda onun 0 yaşı olur. Ona görə biz Nicat qardaşı doğulanda deyirsə, həmin bu qardaşa yazıram 0 yaş. Çünki doğulanda 0 yaş olub. Amma Nicatın yaşını bilirik. Eləyir 14 yaş. Aha. Daha sonra bizə deyir ki, qardaşı doğulandan neçə il sonra? Həmin bu neçə ili biz deyirik x. Neçə il sonra Nicatın yaşı qardaşının yaşının 2 mislinə 6 vahid az olar. Onda Nicatın yaşı x il sonra 14 plus x olacaq. Qardaşın yaşı isə 0 plus x olacaq. Bu da eləyəcək x. Və bizə deyir ki, Nicatın yaşı, yəni 14 plus x, x-in 2 mislinin 6 vahid az olar. Yəni x-i vuracam 2-yə, 6 vahid az dediyinə görə çıxacam. İndi 2x-dan x-i çıxıram, eləyir 1x. 6 mənfidir. 14-ün yanına keçirəndə olur müsbət. Yəni bir dənə x bərabərdir 20-yə. Doğru cavab eləyir A variantı. Daha sonra uşaqlar, siz bu variantı aparıb yerinə də yaza bilərsiniz. Gəlin yoxlayaq. Məsələn, 14-ün üzərinə 20-ni gəlirəm. 20 il sonra Nicatın yaşı eləyir 14 plus 20. Eləyir 34. Biz bilirik ki, Nicatın 0 yaşı var idisə, 20 il sonra eləyəcək 0 plus 20. Yəni 20 yaş. Və bizə deyir ki, həmin Nicatın yaşı, yəni 34, qardaşının yaşının 2 mislindən. Yəni 20-ni vururam 2-yə, eləyir 40. 6 vahid azdır. 40-dan da 6-nı çıxıram. Baxın, doğrudan da Nicatın yaşını tapırıq. Sualın cavabı eləyir A variantı. Daha sonra baxırıq, deməli, 14-cü sualımıza. 14-cü sualda bizə deyir ki, iki qardaşın yaşları nisbəti 15-də 3-dür və yaşlar cəmi 36-dır. Neçə il sonra böyük qardaşın yaşı kiçik qardaşın yaşına nisbəti 3 olar. Uşaqlar, 15-də 3-dürsə, deməli, kiçik qardaşı sürətdə yazıb, böyük qardaşı məxrəcdə yazıb. Onda kiçik qardaşın yaşı olsun 3 qız, böyük qardaşın yaşı olsun 15 qız. Və məsələdə bizə deyir ki, yaşlar cəmi 36-dır. Hər ikisini toplayıram, bərabər qoyuram 36-ya. Tapırıq ki, 18x bərabərdir 36-ya, 36-nı 18-ə bölürəm, x bərabərdir 2-yə. Aparıram, burada x-in yerinə 2 yazıram. Yəni, kiçik qardaşın yaşı olur, 3 vurulsun 2, eləyir 6, böyük qardaşın yaşı isə 15 vurulsun 2, eləyir 30. Daha sonra bizə deyir ki, neçə il sonra böyük qardaşın yaşı, yəni 30, kiçik qardaşın yaşına nisbəti 3 olar. Aha. Neçə il sonra dediyinə görə bunu x götürürəm, fərqi yoxdur. K da götürə bilərik, y də götürə bilərik. Gəlin başqa bir hərf deyək, olsun məsələn y. Y il sonra kiçik qardaşın yaşı olacaq 6 plus y, böyük qardaşın yaşı olacaq 30 plus y. Və bizə deyir ki, böyük qardaşın yaşı, yəni 30 plus y, kiçik qardaşın yaşına nisbəti 3 olar. Yəni biz kiçik qardaşın yaşını 6 plus y-i 3-ə vursaq, böyük qardaşın yaşını tapmış olarıq. 30 plus y yerində qalır. 6 plus y-i 3-ə vururam. Eləyir 18 plus 3y. 3y-dən 1y çıxıram. Eləyir 2y. 30-dan 18-i çıxıram. Eləyir 12. 12-ni 2-yə bölürük. Bir dənə y eləyir 6. Deməli, 6 il sonra böyük qardaşın yaşını kiçik qardaşın yaşına bölsək, nisbət 3 eləyəcək. Cavab eləyir C variantı. Gəlin yoxlayaq. 6 il keçəndən sonra kiçik qardaşın hal-hazırda 6 yaşı var idi. 6 il keçəndən sonra kiçik qardaşın 6 plus 6 eləyəcək 12 yaşı.
Böyük qardaşın yaşı isə hal-hazırda 30-dur. 30-un üstünə 6-nı gəlirəm, eləyir 36. Böyük qardaşın yaşını kiçik qardaşın yaşına nisbəti 36-nı 12-yə bölürük, eləyəcək 3. Deməli, sualın cavabı eləyir 6. Daha sonra baxırıq sonuncu 15-ci sualımıza. İlqarın yaşı Cavidin yaşının 3 mislindən 6 vahid əksikdir. Cavid İlqarın yaşına çatanda, İlqarın yaşı Cavidin bugünkü yaşının 4 mislindən 4 vahid çox olacaq. İlqarla Cavidin yaşlar fərqi neçədir? Gəlin, əvvəlcə deyilənləri qeyd eləyək. Birinci cümlədə deyilənləri. İlqar, bir də Cavid. Cavidə deyirəm x. İlqarın yaşı Cavidin yaşının 3 mislindən. 3-ü vururam x-a, 6 vahid əksikdir. Çıxıram 6. Daha sonra bizə deyir ki, Cavid İlqarın yaşına çatanda. İlqarın bilirik ki, hal-hazırda 3x minus 6 yaşı var. Onda Cavidin yanına, yəni x-in sağ tərəfinə yazıram 3x minus 6. İlqarın hal-hazırda bilirik axı 3x minus 6 yaşı var. Və məsələdə bizə deyir ki, Cavid İlqarın yaşına çatanda. Daha sonra bizə deyir ki, İlqarın yaşı, yəni baxın bura, Cavidin bugünkü yaşının. Cavidin bugünkü yaşı x idi. X-in 4 mislindən 4-ü vururam x-a, 4 vahid çox olacaq. Üzərinə gəlirəm 4-ü. İlqarla Cavidin yaşlar fərqi neçədir? İlqar neçə yaş böyüyürsə, Cavid də o qədər böyüyür. Deməli, sol tərəfdən sağ tərəfi çıxsaq, İlqarın əvvəlki yaşından sonraki yaşına çıxsaq, bərabər olacaq Cavidin əvvəlki yaşından çıxırıq sonraki yaşına. Və yaxud da tam tərsi. Sağdan solu çıxırıq, bərabər qoyuruq, yenə sağdan solu çıxırıq. Yəni, 3x minus 6-dan çıxırsınız 4x plus 4-ü bərabər qoyursunuz. X-dan çıxırsınız, mötərizədə yazıram. Çünki bu çıx mötərizənin daxilindəki ifadələrə təsir eləyəcək. 3x minus 6. Gəlin, mötərizəni açaq. 3x minus 6 yerində qalsın. Çıxılsın 4x. Müsbət 4-dür. Qabaqda çıx işarəsi olduğuna görə əksinə dəyişir. Çıx 4. X çıxılsın 3x. Mənfi 6-dır. Qarşıda mənfi olduğuna görə olacaq üstəgəl 6. 3x-dan 4x-i çıxıram, eləyir mənfi x. Mənfi 6-dan çıxıram 4-ü, eləyir mənfi 10. Bərabərdir. X-dan 3x-i çıxıram, eləyir mənfi 2x. Üstəgələk 6. X-ları bir tərəfə yığıram. Ədədlərdə bir tərəfə mənfi x yerində qalır. 2x mənfi də olur müsbət. 10 mənfidir. 6-nın yanına keçirəndə olur müsbət. Deməli, bir dənə x bərabərdir 16-ya. Biz kimin yaşını tapdıq? Cavidin. Tapdıq ki, Cavidin yaşı hal-hazırda 16-dır. İlqarın yaşını da tapa bilərik. 3 mislindən 6 vahid əksikdir deyir. Onda 16-nı vururam 3-ə, eləyir 48. 48-dən də 6-nı çıxıram, eləyir 42. Deməli, hal-hazırda İlqarın yaşı 42-dir. Bizdən soruşur ki, İlqar ilə Cavidin yaşlar fərqi neçədir? 42-dən 16-nı çıxıram, cavab eləyir 26. Yəni, doğru cavabımız eləyir D variantı. Növbəti videoda isə uşaqlar yaş məsələlərinin ardını çəkəcəm. Sağ olun.